Gəlin bugün judoçu Məmmədəli Mehdiyevin hekayəsinə qısa bir nəzər salaq. O, bizim tanınmış judoçumuzdur. Amma indi polis leytinantıdır. Amma maraqlısı odur ki, 3 illik fasilədən sonra tatamiyə qayıdıb və heyrətamiz bir qələbə qazanıb. Bəs niyə idmandan getmişdi və niyə qayıtdı? Gəlin baxaq. Deməli, birinci məqam oldu ki, Mehdiyevin idmanı tərk etməsinin əsas səbəbi ailəsi olub. Təsəvvür edin, o 29 yaşında karyerasını bitirməyə qərar verib. Özü deyir ki, daimi yarışlar, məşqlər üzündən övladının ilk addımlarını, ilk sözlərini görməyib və bu ona psixoloji olaraq çox ağır təsir edib. İkincisi, onun qayıdışı sadəcə möhtəşəm olub. Qazaxstandakı turnirin finalında rəqibinə qarşı döyüş demək olar ki, yarım saat, dəqiq desək 31 dəqiqə çəkib. Hələ bu harasıdır. Təkcə qalibi müəyyən edən Golden Score hissəsi 27 dəqiqə davam edib. Yəni bu judoda inanılmaz bir dözümlülükdür. Və nəhayət, üçüncüsü, o indi yeni karyerasında da idmançı ruhunu yaşadır. Mehdiyev hal-hazırda çevik reaksiya polisində leytinantdır və deyir ki, judoda qazandığı o psixoloji dözüm işində ona çox kömək olur. Özü də judonu sevdiyin qıza bənzədir, deyir nə qədər küsülü olsan da həmişə ona tərəf çəkilirsən. Qısacası, Mehdiyev ailəsini seçərək tatamini tərk etsə də, o döyüşçü ruhunu heç vaxt itirməyib və indi bu ruhu yeni karyerasına daşıyır.